Hər birinizi salamlayıram dəyərli 5-cilər. Azərbaycan dili fənnindən bugünkü mövzumuz mətn üzrə iş olacaq. Dərsimizin planı göstərilən qaydada qurulmuşdur. Motivasiya, tədqiqat sualı, mətnin təqdimatı və söz ehtiyatı. Əziz şagirdlər, dərsimizə belə bir sualla başlamaq istəyirəm. Natiqlik dedikdə nə başa düşürsünüz? Sizcə natiqin nitqini digərlərinin nitqindən fərqləndirən cəhətlər nədir? Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqət mərkəzində olmuşdur. Miladdan əvvəl qədim Misirdə, Hindistanda, Çində, Babilistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni Yunanistan olmuşdur. Natiqlik də bir elm kimi Yunanistanda meydana gəlmiş və inkişaf etmişdir. Biz bugün sizinlə tarixin ən gözəl natiqlərindən biri hesab olunan Demosfen barədə danışacağıq. Əziz şagirdlər, Demosfen qədim Yunanistanın ən vacib natiqlərindən və siyasətçilərindən biri idi. Onun yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələ hesab olunurdu. Siz dərsliyinizdən mətnin daha ətraflı məzmunu ilə tanış ola bilərsiniz. Mətndə qeyd olunur ki, Demosfen dünya tarixində ən güclü ritorika, yəni natiqlik ustası kimi məşhurdur. O bütün ömrünü vətəninə həsr etmiş və onun azadlığı uğrunda mübarizədə həlak olmuşdur. O uşaqlıqdan fiziki cəhətdən bir qədər zəif olsa da, bütün zəifliklərinin üstəsinə getmiş və dünyayı lərzəyə gətirən bir ritorik ustası kimi tanınmışdır. İndi isə gəlin mətnimizdəki söz ehtiyatı ilə tanış olaq. Biz ritorika, qəyyum, diksiya sözlərinin mənasını izah edək. Ritorika dedikdə natiqlik nəzəriyyəsi, natiqlik sənəti haqqında elm nəzərdə tutulur. Qəyyum öz işlərini idarə edə bilməyən şəxslərə, onların mal və mülkünə nəzarət üçün təhkim olunmuş adama deyilir. Və diksiya dedikdə sözlərin tələffüz tərzi nəzərdə tutulur.